Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bu gün deməli 8-ci dərsin birinci hissəsinin, yəni fəaliyyət və onun növlərinin izahına baxacağıq. Başlayaq. Elə çox vaxt itirmədən izaha. Nə deyir? Fəaliyyət və onun növləri. Baxın, fəaliyyət dedikdə hər hansısa bir hərəkət, yəni adından da göründüyü kimi bir fəaliyyət nəzərdə tutulur. Və onun növləri. Deməli, fəaliyyətin 3 növü var. İdraki, affektiv, psixomotor. Affektiv sahə emosiyalarla bağlı olan sahədir. Baxın, idraki sahə, affektiv sahə, psixomotor sahə. Hər birinin özünün müxtəlif və müəyyən mərhələləri var. Müxtəlif və müəyyən. İndi o haqda danışacağıq. Başlayaq birinci nədən? Ümumi bir izahdan. Deməli, şagirdlər üçün müəyyən edilmiş müxtəlif öyrənmə məqsədi, bacarıqlarını təsnif edən taksonomiya hazırlanmışdır. Şagirdlərin akademik nailiyyətlərini yüksəltmək, onların tənqid düşünmə və problem həll etmək üçün bacarıqlarının inkişafını təmin etmək məqsədini özündə daşıyır. Baxın, öyrənmə yalnız idraki sahə ilə bağlı deyil. Öyrənmə yalnız idraki sahə ilə bağlı deyil. Eyni zamanda münasibət, davranış və fiziki bacarıqlarla bağlıdır. Münasibət, davranış affektiv sahəyə aiddir. Fiziki bacarıqlar psixomotor sahəyə aiddir. Daha sonra nə deyir? İdraki sahənin orijinal variantı 1956-cı ildə Benjamin Bloom tərəfindən tətbiq edilmişdir. Bu haqda məlumatlar burada idraki sahə, affektiv sahə nə ilə bağlı olduqları. Baxın, idraki sahə aiddir ətraf aləmin özünü dərk etməsi prosesidir. İntellektual və düşünmə bacarığını ehtiva edir. Necə yəni? Nəyi nəzərdə tutur? Baxın, xatırlamaq mərhələsi var. İnsan bir şeyə məlumatı toplayır. Müxtəlif vaxtlarda, müxtəlif zamanlarda onun yadına salır. Daha sonra anlamaqdır. Anlamaq dedikdə insan nə isə oxuduğu, öyrəndiyi, əzbərlədiyi bir şeyi yadına salmaqdır. Yəni, yadına salmaq demək öz sözləri ilə izah verməkdir, başa düşməlidir. Yəni, öyrəndiyinin mahiyyəti nədir? Onu bilməkdən ibarətdir. Daha sonra, deməli, tətbiq etmə mərhələsidir. Tətbiq etmə. Adından da göründüyü kimi yenə deyir, bir şeyi, fəaliyyəti yerinə yetirməkdir, yəni tətbiq edirsən. Gəlin, bunu bir situasiya üzərində nümunələr gətirək. Məsələn, xatırlamaq. Şagirdə sual verirsiniz ki, isim nədir? Sadəcə isimin tərifini deyir, əşyanın adını bildirən, əsas hissəsinə isim deyilir. Xatırlayır. Daha sonra, şagirdə sual veririk ki, anlamaq nədir? Məsələn, anlamaq nədir deyəndə, anlamaq haqqında sual veririk, daha doğrusu. Şagirdə deyirik ki, məsələn, isimə nümunə gətir. O da deyir, kitab. İsimdir. Anlayıbdır ki, nümunə dedikdə, isim dedikdə hansı sözlər, nələr nəzərdə tutulur. Daha sonra tətbiq etmək. Deyirik ki, şagirdə, məsələn, bu düsturdan istifadə edərək tənliyi həll et. Tətbiq edir. Daha sonra təhlil etmək. 2 dənə situasiya veririk. Biri A situasiyasıdır, biri B situasiyası. Deyirik bunları və yaxud da 3 dənə C. Bunlardan hansının daha doğru olduğunu təhlil et. Hansı daha əlverişli oldu, onu təhlil et, önə çıxar. Bu da deyir, məsələn, A variantı, A versiyası daha uyğundur. Daha sonra dəyərləndirmək. Dəyərləndirmək mərhələsində şagird nə edir? Dəyərləndirməkdə. Artıq 3 dənə A, B, C, 3 dənə məsələ haqqında öz fikrini irəli sürür. Hansının, məsəl üçün deyirəm, daha dəyərli olduğunu irəli sürür, əsaslar gətirir, arqumentlər gətirir, dəyərləndirir. Daha sonra yaratmaq. Artıq şagirdə mən bir situasiyamı, nəsə yeni bir problemi qarşımıza çıxıb, onu həll etmək üçün yeni bir problem həll etmək yolu soruşa bilərəm şagirdən və yaxud şagirdə yaratmaq mərhələsində məsələn deyə bilərəm ki, yeni bir layihə hazırla. Hər hansısa bir məsələ haqqında müharibələri necə dayandıra bilərik, meşələrin qırılmağı, nə bilim, o qədər qlobal problemlər var ki, bunlar haqqında bir layihə hazırlamasını tapşıra bilərik. Bu da yaratmaq mərhələsinə aiddir. Daha sonra affektiv sahə. Bunlar hal-hazırda ümumi bir izahdır. Affektiv sahə nədir? Emosional sahə. Baxın, daha çox fərdin emosional potensialı və idraki fiziki fəaliyyətlə müşahidə olunur. Yəni, affektiv sahə dedikdə nədir? Nisbətən gəlin bu mərhələlər üzərində izah edək. Baxın, bir də bir məsələ var. Affektiv sahə, belə deyim, pozitiv affektiv mühit təlimdə dəstəkləyici mühitin yaradılmasına şərait yaradan mühitdir. Necə? Əgər dərs prosesi müsbət olsa, müsbət qurulsa,
müsbətlər üzərində. Yəni şagirdə, deyirəm ki, bir tapşırıq vermişik. 5 fəaliyyətdən 3-ünü yaxşı yerinə yetirib, 2-sini pis. Biz bu pisə köklənməməliyik, yaxşıya köklənməliyik. Bunun üzərində rəy verməliyik ki, mən gördüm, sən 3 tapşırığını düzgün yerinə yetirmisən və 2 tapşırığı da bunun üzərində yerinə yetirsən, daha doğru, daha düzgün, yəni maksimum nəticə, maksimum deməyək, doğru cavab bütün sualları, 5 sualın 5-də doğru həll edə bilərsən. Yəni əsas müsbətə köklənmək lazımdır. Biz müsbətə köklənən zamanda şagirdə artıq dəstək olmuş oluruq. O daha həvəsli, dərs prosesinə daha həvəsli yanaşır. Daha sonra nədir məsələ? Qəbul etmə mərhələsi. Baxın, dərsi, dərs mühitini quran zaman ilk növbədə şagird öyrənməyə maraqlı olmalıdır. Baxın, biz dərs prosesinə sinifə girdik. Şagirdin birinci diqqətini cəlb etməliyik ki, şagird verəcəyimiz informasiyanı qəbul etsin. Daha sonra artıq biz dərs prosesində şagirdlə daimi əlaqə saxlayırıq. Şagird bilmədiyi, başa düşmədiyi məqamları bizə sual verir. Anlaşılmayan, qaranlıq qalan məqamları soruşur. Cavab vermə. Çünki artıq biz onu dərsə, belə deyək, aktiv qoşmuşuq, informasiyanı qəbul edir. Daha sonra başa düşmədiyi məqamları cavab verir. Üçüncü məqam dəyərləndirmək. Baxın, dəyərləndirmək mərhələsində şagird özü haqqında və yaxud başqaları haqqında və yaxud başqa insanlara mı deyək, artıq empatiya hissi qura bilir. Məsələn, deyəlim ki, 2 şagird A şagirdi ilə B şagirdi mübahisə edir və A şagirdi dəyərləndirmək mərhələsindədir. Artıq qarşısındakı B şagirdinə haqq qazandıra bilir. Məsələn, düşünür ki, A şagirdi, mən bu məqamda emosiyalarımı idarə etsəydim, səs tonumu yüksəltməsəydim, B şagirdi də mənimlə mübahisə etməz. Artıq qarşısındakının, belə deyim, haqq qazandıra bilir qarşısındakına. Dəyərləndirmək mərhələsinə aiddir. Təşkil etmə mərhələsi artıq özü üçün yaxşını və pisi müəyyənləşdirə bilir. Təşkil etmədə. Xarakterizə etmə mərhələsi artıq kökündən də göründüyü kimi xarakter. Bir hal, bir belə deyim, xüsusiyyət onda xarakter halını alır. Məsələn, deyəlim ki, məktəbdə hər kəs mənim yaxşı belə futbol oynadığımı bilir və bütün yarışlarda, futbol yarışlarında məni komanda lider seçirlər, kapitan seçirlər. Artıq bu mənim xarakterimdir. Çünki hər kəs bu xarakterimi, bu halımı bilir. Daha sonra psixomotor sahə. Baxın, psixomotor sahə daha çox aydın məsələ texnologiyadır, musiqidir, təsviri sənət sahələri. Çünki müəllim şagirdə rəsm çəkməyi öyrədir. Texnologiyada müəyyən bir nəsə hazırlamağı öyrədir. Musiqidə musiqi alətlərindən istifadə etməyi öyrədir. Bunlar hamısı izləmək lazımdır. Baxın, biri var, mən burada danışıram ki, musiqidən, məsəl üçün, dırnaqlarını belə eləsən, gitarını rahat çala bilərsən. Rəsm çəkəndə biraz qələmi yumşaq tutmaq lazımdır və yaxud hansısa bir cizgini başa salıram. Onu sözlə ifadə etməkdənsə, mən onu sözlə də ifadə edə bilərəm, bu sözsüz ki. Yəni, bir şagirdə mən onu öyrədən zaman rəsm çəkməyə ya sözlə təlimat verirəm, sözlə, ya özüm çəkirəm, o baxıb oradan çəkir, ya çəkdiyim şəkil ona göstərirəm, müxtəlif formalarda. Bu, ancaq, yəni belə deyim, texnologiyada, təsvir sənətdə, musiqi dərslərində formalaşmır. Ancaq deyə bilmək ki, bu dərslərdə formalaşır. Riyaziyyatda da formalaşa bilər. Rəqəm yazmağı öyrədirik. Azərbaycan dilində hərflər yazmağı öyrədirik. Bu kimi məsələlər var. Riyaziyyatda məsələn, hansısa bir, belə deyim, sahələ bağlı misalların həll edilməsini, fiqurların çəkilməsini öyrədə bilərik. Müxtəlif kimi, yəni, tək, belə deyim, texnologiya, təsvir sənət, musiqi dərslərində deyil də, digər fənlərdə də bu psixomotor sahə formalaşa bilər. Baxın, indi baxaq psixomotorun mahiyyətinə. Psixomotor dedikdə nə başa düşürük? Psixomotor sahə odur ki, məsələn, imitasiya. Birinci məqam imitasiya. İmitasiya nədir? Mən kitabdan oxuyuram, belə deyim, rəsm çəkməyi öyrənirəm və yaxud rəqs etməyi. Oxuyuram kitabdan, baxıram ki, deyirlər birinci bu sağ ayağını qaldırıb irəli atırsan, sonra sol ayağını, əlini belə tutursan, sağ əlini belə, sol əlini belə. Kitabdan oxuyuram, rəqs etməyi öyrənirəm. Bax, oxuyaraq. Üzr istəyirəm, oxuyaraq yox, bu oxuyaraq dediyim hal-hazırda bax bu tərif verdiyim, bu manipulyasiyaya aiddir. Oxuyaraq. Dediyim kitabdan baxıram, öyrənirəm. Bu imitasiyaya aiddir. İmitasiya deməyəcəyinə manipulyasiyaya aiddir. Ancaq imitasiya mərhələsində nə edirik biz? İmitasiya mərhələsində. Yenə bu məqama toxunacam, orada qaranlıq qalmasın. Birinci mən çünki imitasiyadan başladım. Gəlin elə toxunum məqama. İmitasiya odur ki, müəllim oynayır, müəllim rəqs edir, şagird baxıb öyrənir.
baxıb öyrənir. Bu YouTube-da da ola bilər. Məsələn, YouTube-da o rəqs dərslərinə baxa bilərəm. Burada da özüm oynaya bilərəm. Hal-hazırda görürəm, izləyirəm. İmitasiya. Əgər görüntü yoxdur, yazı, şifahi sözlə bu formada yönləndirmə varsa manipulyasiyadır. Dəqiqlik mərhələsində heç bir kömək yoxdur. Məsələn, özüm şərf toxumağı öyrənirəm. Başlayıram yavaş-yavaş 1 dəfə, 2 dəfə, 3 dəfə belə artıq öyrənirəm şərf toxumağı. Heç kim kömək eləmədi. Heç kim nə video ilə kömək eləmədi, imitasiya ilə, nə də sözlə, manipulyasiya ilə. Özüm öyrəndim. Dəqiqlik. Daha sonra artikulyasiya. Baxın bu. Bir neçə fəaliyyəti birləşdirib müəyyən bir fəaliyyət ortaya çıxardım. Məsələn, deyirəm ki, getmişəm meşəyə, meşədə azmışam, oradan 1-2 dənə ağac qoparıram. Özümlə apardığım xırda bir çadırımı, salafanımı ağaclara bərkidirəm və oradan bir xırda çətirmi deyim, çardaqmı deyim, düzəldirəm. Artikulyasiya. Təbiiləşmə. Artıq müəyyən bir fəaliyyət məndə təbii hal alır. Məsələn, mən kalkulyatordan sürətli istifadə edə bilirəm, misal üçün deyirəm. Bu təbiiləşib artıq, bu bacarıq məndə. Dediyim kimi, imitasiya. Baxıram, izləyirəm, təkrar eləyirəm, rəsm çəkməyi, rəqs etməyi. İstəyir bunu YouTube-dan da izləyə bilərəm, canlı da izləyə bilərəm. Əsas odur izləyirəm. Kimsə tək eləyir, mən də baxıb yerinə yetirirəm. Manipulyasiya. Sözləmi, yazı iləmi? Bu formada. Yəni imitasiyada vizual var, görüntü var. Manipulyasiyada yoxdur. Yazıdır, şifahidir. Dəqiqlikdə heç bir yoxdur. Özüm öz üzərimdə işləyirəm. Artikulyasiyada müəyyən bacarıqları birləşdirirəm. Təbiiləşmədə də bir bacarıq artıq məndə formalaşmış olur. Yəni sürətli şəkildə yerinə yetirə bilirəm. İndi bunlara da daha geniş izah yavaş-yavaş gəlirik ora. Baxın, idraki sahənin təlimdə tətbiqi. Burada müəyyən məqamlar var, yeri dəyişibdir. Məsələn, əvvəlki də sintez 5-ci yerdə idi, yəni yaratmaq, dəyərləndirmə 4-də idi. Əvvəl nə ilə ifadə olunurdu? İsimlərlə ifadə olunurdu. Ancaq indi baxırıq nə ilə ifadə olunur. Baxırıq bura. İndi ifadə olunur feillərlə. Və baxın, sintez gəlib 6-ya, dəyərləndirmək gedib 4-ə. Daha sonra gələyim nəyə? Bu məsələlərin geniş izahına. Məsələn, bayaq dedik idraki sahədə olan xatırlamaq məsələsi. Xatırlamaq mərhələsi dedik. Nədir xatırlamaq? Adından da görünür. Məsələn, mən bir fakt öyrənirəm. Müəyyən bir vaxtda müəllim mənə sual verir, mən onu sadəcə yadıma salıram. Məsələn, sual veririk ki, misal deyim, 200 neçə eləyir? Düsturdan, müxtəsər düsturundan sual verirəm ki, müxtəsər deyirəm, üstünə vurma cədvəlindən. Sual verirəm ki, 200 neçə eləyir? Bu da deyir 4. Və yaxud 2 vur 2 neçə eləyir? 4. Başqa bir şey, konkret bir şey. Məsələn, sual verirəm ki, coğrafiyadan. Türkiyənin paytaxtı hardadır? Sadəcə mən onu xatırlamaq kifayət edir. Yadıma salmaq kifayət edir mənim üçün. İkinci mərhələ nədir? Anlamaq. Baxın, anlamaq. Xatırlamaq məsələsində nələrə diqqət edirik? Bu məqama toxunaq, daha sonra anlamağa keçək, unutmamış. Bax, məsələn deyirəm, şagird məsələn, illəri yadına salır. 1500, 1600, misal üçün deyirəm, 1700. Şagird illəri yadına salır. Mən burada xronoloji ardıcıllıqla düzə bilirəmsə də, mənim heç bir belə deyim, anlamaq, tətbiq etmək bacarığım yoxdur. Sadəcə nə etdim? Döyüşlərin ilini, məsəl üçün deyim, döyüşlərin ilini xatırladım. Bunları xronoloji ardıcıllıqla düzdüm. Bu qədər sadə. Və yaxud 1500-cü ildə baş verən hadisələri sadalayıram. Yadıma salıram, sadalayıram. Kifayət edir. Ardıcıllıqla düzürəm. Xronoloji ardıcıllıqla düzürəm. Bu qədər. İkinci məqam nədir? Anlamaq mərhələsi. Anlayan insan məsələni faktı öz sözləri ilə izah edir. Baxın, öz sözləri ilə. Məsələn, deyəm ki, hansısa bir döyüş haqqında, döyüş deməyək, belə döyüşdən, əvvəl də döyüşdən nümunə çəkdik, anlamaqdan başqa nəyə misal çəkək? Məsələn, deyəlim, yuxarıda qeyd elədiyimiz, ismi qeyd eləmişdik, deyək feil. Şagird feilə nümunə gətirə bilir. Çünki başa düşür. Hansısa bir situasiyanı öz sözləri ilə tərif verə bilir, izah verə bilir. Çünki anlayıb artıq onu. Bu anlamaq mərhələsidir. Daha sonra tətbiq etmək. Bax, şagird nədir? Məsələn,
düsturdan istifadə edib misalı həll edir. Deməli şagird nə elədi? Düsturu tətbiq etdi. Düstur. Daha sonra tətbiq etmək başqa, yəni necə görə bilərik, necə görə bilərik? Məsələn, baxırıq, deyirəm ki, eee, kitabdakı təlimatlardan istifadə edirəm. İstifadə edərək fəaliyyəti yerinə yetirdi. Kitabdakı düsturdan istifadə edərək misalı həll etdi. Nədənsə istifadə edirəm, nəyəsə baxıb digər bir misalı həll edirəmsə, deməli mən nədənsə istifadə edib tətbiq edirəm, nəyisə tətbiq edirəm. Daha sonra baxıram təhlil etmək. Təhlil eləyəndə nədir? Təhlil eləyəndə 2 dənə A və B situasiyası arasında oxşar fərqli məqamları, hansının daha keyfiyyətli olduğunu müəyyənləşdir. Məsələn, deyir şairin mövqeyini müəyyənləşdir. Şairin mövqeyi. Məsələn, şair romantik də yaza bilər, nə bilim, qəhrəmanlıq haqqında da yaza bilər. Yəni romantik dediyim sevgi haqqında da, qəhrəmanlıq haqqında da, vətən haqqında da müxtəlif mövzularda yaza bilər. Məsələn, mən də şairin mövqeyini müəyyənləşdirmək, əsərin mövzusunu müəyyənləşdirirəm ki, əsər yazılıb mənim sevgi mövzusunda və yaxud müəllifin mövqeyi. Müəllif bu əsərdə əkinçi mülkədarın əkinçi üzərindəki zülmündən danışır və bu zülmü pisləyir, bunun qəbul edilməz olduğunu düşünür. Bax, onun mövqeyini müəyyənləşdirdim, təhlil elədim. Öz mövqeyimi yox, başqasının mövqeyini təhlil eləyirəm. Daha sonra baxıram dəyərləndirmək mərhələsinə. Dəyərləndirəndə mən nəyəsə dəyər verirəm. Öz fikrimi irəli sürürəm ki, məsələn, yenə deyirəm, A-dır, B-dir, C-dir. Bunlardan hansı versiya daha dəyərlidir? Düşünürəm ki, C daha dəyərlidir. Deməli, bu mənim bu 3 dənə məsələdən C-yə daha çox dəyər verməyimdir, dəyərləndirməyimdir. Daha sonra baxıram nəyə? Yaratmaq mərhələsinə. Yaratmaq da adından göründüyü kimi yeni bir nəsə yaradıram. Yeni nəsə bir yaradıram. Baxın, qata biləcəyimiz məqam tətbiq etməklə yaratmaq mərhələsidir. Əgər mən nəyəsə baxaraq bir fəaliyyəti yerinə yetirirəmsə, deməli onu tətbiq edirəm. Məsələn, kitabdakı təlimata əsasən məsələni həll etdim, tətbiq etdim. Ancaq məsələni yeni, özümə məxsus yanaşma ilə həll edirəmsə, heç kimin etmədiyi, deməli yeni bir həll yolu yaratmışam. Bu da yaratmaq. Daha sonra burada bir məqam var ki, baxın, bu feillər var. Xatırlamaq mərhələsinə aid məsəl üçün deyirəm, seçmək. Baxın, burada seçməyə aid məsələ var. Mən misal verim, isimləri seçirəm. Seçirəm. Sadəcə yadıma salıram isimlər hansıdır. Kitabda gördüyüm isimləri seçirəm. Müəyyənləşdirirəm, tapıram, adlandırıram, nə bilim, sonra tərif verilmək, sadalamaq. Deyirəm, isimə tərif ver. Tərif verirsən. İsimin tərifini yada sal. Yada salırsan. Nə bilim, H şəkilçilərini sadala. Daha sonra nə isə təkrarla. Yəni yadına salıb təkrar deyirsən. Sırala. Məsəl üçün 1500-cü ildə baş verən döyüşləri ardıcıllıqla sırala, xatırla. Bu kimi məsələdir. Daha sonra anlamaq mərhələsi. Anlamaq. Bax, nümunələr gətirmək. İsimin nə olduğunu bilirəm və rahatlıqla nümunə gətirə bilirəm. Daha sonra interpretasiya etmək, izah etmək, təsnif etmək. Daha sonra təsvir etmək var. Müəyyənləşdirmək var. Öz sözü ilə demək var. Əsas öz sözü ilə deməkdir. Daha sonra təsvir etməklə müəyyənləşdirmək mərhələsi, müəyyənləşdirmək. Yenə deyirəm, 5 dənə söz verib və şagird oradan deyir ki, ismi müəyyənləşdirə bilir. Deməli, ismin nə olduğunu anlayıb ki, müəyyənləşdirə bilir. Daha sonra tətbiq etmək, bu rahatdır, icra etmək, fəaliyyətlər var. Daha sonra təhlil etmək, fərqləndirmək, ayırd etmək. Bax, fərqləndirə bilir. Hansınınsa irəli çıxarda bilir, hansınısa və yaxud geri çəkə bilir, hansısa yaxşı olduğunu fərqləndirə bilir, ayırd edə bilir, qarşılaşdıra bilir, müqayisə edir, müəllifin mövqeyini müəyyənləşdirir, müəyyənləşdirmək, tutuşdurmaq, yoxlamaq, sual altına qoymaq. Daha sonra dəyərləndirmək, artıq özümlə bağlı, qiymətləndirirəm, yoxlayıram, əsaslandırıram, mühakimə edirəm, dəyərləndirirəm, müdafiə edirəm, qərar verirəm. Özüm, məsələn, hansısa bir fikrə qiymət verirəm. Mənim münasibətimdir ona. Yoxlayıram. Mənim münasibətimdir. Əsaslandırıram. Məsələn, deyirəm ki, A fikri B-dən daha yaxşıdır. Mən bunu əsaslandırmalıyam. Mən A fikrinin daha yaxşı olduğuna qərar verməliyəm.
A fikrinin daha yaxşı olduğunu müdafiə etməliyəm. A-nın B-dən daha yaxşı olduğuna dəyərləndirirəm, mühakimə edirəm və sair kimi məqamlar. Quraşdırmaq, yaratmaq, bunlar da yaratmaq mərhələsində nisbətən, yenə deyirəm, asandır. Aha, bura müəllimlər, bu ilk məsələ, deməli, idraki sahə ilə bağlıdır. Çünki dərs mövzu müəyyən qədər geniş olduğuna görə, elə birinci idraki sahə ilə bağlıdır. Bundan sonraki dərs artıq affektiv, emosional sahə ilə psixomotor sahə haqqında danışılacaq digər PDF-də. Burdan müəyyən qədər, yenə deyirəm, ümumi bir tərif verməyi məqsədə uyğun görürəm. Bu idraki sahə ilə bağlı. Ona görə gəlin burdan bir dənə ümumi tərif verək. Yəni öz sözlərimizdən izah verək ki, daha yaxşı yadımızda qalsın, ümumiləşdirmə eləyək. Baxın, xatırlamaq nədir? Aşağıda feillər verilmişdi, az öncə əvvəl gördüyümüz. Lap yaxşı olar ki, o feillər üzərində bir müəyyən nümunələr gətirək. Deyirəm ki, şagird. Məsələn, yada salır. Nəyi yada salır? Filan döyüşün nə vaxt baş verdiyini. Və yaxud şagird AXC-nin yaranması ilini xatırlayır. Şagird AXC dövründə baş verən fəaliyyətləri sıralayır. Bax, anlamaq lazım deyil, tətbiq etmək lazım. Sadəcə yadıma salıram. AXC dövründə hansı hadisələr baş verib? Bu. Yadıma saldım. Orada ekstra bir bacarıq lazım deyil. Sadəcə onu ardıcıllıqdan sırala getsin. Ardıcıllıqdan düz. Xatırla. Yadına sal. Təkrarla. De gəlsin. Sadalamaq. Yadıma salıram, bir deyirəm, sadalayıram. İsim nədir? Yadıma salıram, tərif verirəm. Daha sonra 1500-cü ildə baş verən döyüşləri tapıram. Bu qədər. Və yaxud 1500-cü ildə baş verən döyüşləri seçirəm. Yadıma salıram ki, filan döyüş 1600-dədir, çıx, filan döyüş 1500-dədir, daxil elə, belə-belə seçdim. Daha sonra anlamaq deyir. Anlamaq mərhələsi. Bax, deyir nümunələr gətirmək. Sual verirəm ki, məsələn sizə, ismə nümunə gətir. Sən isimin nə olduğunu bilməsən, gedib sifətdən də nümunə gətirərsən, feildən nümunə gətirərsən. Ancaq sən başa düşsən ki, isim əşyanın adını bildirir, isim nədir? Rahatlıqla nümunələr gətirə bilərsən. Sonra deyə bilərəm ki, feilləri ümumiləşdir. Artıq sən anlayırsan ki, feil nədir? Hərəkət bildirirsə, nə etmək və s. kimi suallara cavab verirsə, feildir və onu rahatlıqla ümumiləşdirirsən. Təsnif etmək eynidir, qruplaşdırmaq, yəni təsnif eləyə, qruplaşdır. Feilləri bir tərəfə, sifətləri bir tərəfə, deməli feilin nə olduğunu, sifətin nə olduğunu anlaya bilirsən. Müqayisə et, icra et, qruplaşdır və s. Daha sonra, müqayisə etmək nədir? Baxın, müqayisə etmək ola bilər ki, gedib müqayisə etməyi təhlil etməyə götürərsiniz. Ola bilər belə bir məqam, yəni yanıla bilərsiniz. Ancaq, məsələn, deyirəm ki, müqayisə etməyə. Bu, məsələn, elə başlıqlarını yazın, feil. Feilləri sifətlə müqayisə elə. Sən də deyirsən ki, feil hərəkət bildirir. Sifət isimdən əvvəl gəlir, əşyanın əlamət və keyfiyyətini bildirir. Başa düşürsən, müqayisə eləyə bilirsən. Anlayıbsan ki, feil nədir, sifət nədir. Daha sonra, nə deyir bizə? Tətbiq etmək. Misalı həll et. Misalı tətbiq et. Düstura baxıb tətbiq edirsən. İcra et. Misalı yerinə yetir. Həyata keçir. Məsələn, yazdığı misalı nümayiş etdir. Tətbiq eləyibsən, nümayiş etdirsən. Səhnələşdir. Əsəri səhnəyə qoy. Səhnələşdir. Tətbiq elə. Məsələn, əsər. Ana əsərini yazıbdılar. Və mən o ana əsərinə baxıram, kitabdan oxuyuram və onu səhnəyə qoyuram. Kitabda necə yazılıbsa da onu tətbiq eləyirəm, həyata keçirirəm. Daha sonra fərqləndirmək, ayırd etmək və s. Bax, niyə müqayisə etməyə dedim, birdən çaş müqayisə etmək götürərsə, bax, burada da müqayisə etmək var. Aydın oldu mu? İki yerdə müqayisə etməyə gör, ona görə. Təhlil etməkdə müqayisə etmək. Bax, nədir təhlil etməklə anlamaqda? Anlamaq sadə bir müqayisədir. Sadə bir müqayisədir. Feil nədir? Feilli sifətdən fərqləndir. Sadəcə müqayisə edirsən. Ancaq mən dərin bir müqayisədən kiminsə müqayisə eləyirəm. Məsəl üçün, 2 dənə müəllifin münasibətini müqayisə edirəm, birini önə çıxardıram. Bu daha dərin müqayisədir.
Daha dərin müqayisə görsək təhlil etmədir. Sadə müqayisə anlamadır. Yenə deyirəm, sadə müqayisə nədir? Deyə bilərsiniz ki, biz onun sadəmi, dərin olduğunu nədən tapaq? Bax, sadə dediyim nədir qardaş? Sadə gör nəyi nəzərdə tuturam? İsim nədir? Bayaq dedim. Sən deyirsən və anlayırsan, isim budur. Sifəti nədir? Budur. Sonra deyirəm, isimlə sifəti müqayisə elə. Sadəcə anlayırsan, müqayisəsi isim budur, sifət budur. İkisinin də nə olduğunu başa düşürsən. Gəl nə deyirəmsə, deyirəm ki, məsələn, 2 dənə müəllif var. Biri Füzulidir, biri Nizamidir. Hansı Leyli Məcnun əsərində onların Leyliyə münasibətini müqayisə elə. Gəl onu insan müqayisə elə. O bu dərin müqayisədir. Çünki orada hələ mən müəllifin mövqeyini də müəyyənləşdirəcəm. Nə demək istədiyini müəyyənləşdirəcəm. Bu kimi məqamlar var. Fərqləndirmək, ayırd etmək, qarşılaşdırmaq, bunlar təhlil etməyə aiddir. Təhlil etməyə. Çünki yenə deyirəm, A ilə B-ni müqayisə edirsən və daha dərin müqayisə edirsən. A-nı B-dən fərqləndirirsən. A-nı B-dən ayırd edirsən. Daha dərin ayırddan, daha dərin fərqləndirmədən söhbət gedir. Ancaq mən desəm, fe'li sifətdən fərqləndirirsən, bu anlamaq kifayətdir. Bunu anlamaq kifayətdir. Daha sonra, yəni anlamaq bacarığı nədir? Dəyərləndirmək. Deyirəm ki, sual verirəm. Deyirəm, məsələn, dünyada baş verən müharibələri qiymətləndir. Öz münasibətimi bildirirəm. Və yaxud deyirəm, qarşına 2 dənə, 3 dənə seçim qoyuram hətta. Deyirəm, birini seç. Mən də deyirəm, A seçimi daha yaxşıdır. A-nın B-dən C-dən daha yaxşı olduğunu yoxlamalıyammı? Niyə bu nəticəyə gəldiyimi yoxlamaq. Əsaslandırmalıyammı, niyə A B-dən yaxşıdır? Bunları bir-biri ilə mühakimə edib A-nı seçməliyəm də, boş-boşuna seçməliyəm. A-nın digərindən B-dən C-dən daha dəyərli olduğu nəticəsinə gəlməliyəm, müdafiə etməliyəm və qərar verməliyəm. Daha sonra yaratmaq. Deyirəm, yeni layihə dizayn et. Yeni layihə yarat. Yeni ideya irəli sür. Yeni tədbir təşkil et. Nəsə yenilik var. Yaratmışam. Yeni bir şey var. Məsələn, bax, mətni yarıda saxlayın və mətn üçün məntiqi sonluq yaz. Məntiqi sonluq yaz. Nəsə özündən kəşf eləyəsən, heç hardan gördüyünü tətbiq eləmisən. Öz ağlına gələn şey, yeni bir şeydir. Fərqli. Və yaratmaq mərhələsində də köçürmə olmasa və müəyyən təsadüfləri nəzərə alsaq, 90% şagird yeni ideyalar və hərəsi fərqli şeylər yazır. Nəsə yaradır. Bu da belə. Ümid edirəm ki, maarifləndirici demək başa düşülən bir izah oldu. Yəni yadda qalan bir izah oldu, kömək oldu bu izahın sizə. Növbəti izahlarda görüşəndək müəllimlər. Görüşərik. Sağ olun.